Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün metodikadan proqrama yeni əlavə edilmiş tədrisdə dizayn düşüncəsi haqqında danışacaq. Tədrisdə dizayn düşüncəsi problemə yaradıcı, sistemli, empatiyaya əsaslanan yanaşma üsuludur. Təhsildə müəllimin, şagirdin real problemləri araşdıraraq həll yolları yaratmasına imkan verir. 5 əsas mərhələsi var, gəlin mərhələlərlə tanış olaq. Empatiya qurma, problemi müəyyənləşdirmə, ideyaların yaradılması, prototipi hazırlama və sınaqdan keçirmə. Hər bir mərhələni ayrılıqda təhlil edəcəyik. İlk növbədə toxunmaq istəyirəm tədrisdə dizayn düşüncəsinin əhəmiyyətinə. Tədrisdə dizayn düşüncəsinin əhəmiyyəti çox yüksəkdir. Çünki şagirdi yalnız məlumat alan deyil, problemi dərk edən, həll yolları axtaran, yaradan, nəticəni qiymətləndirən, aktiv öyrənən şəxsə çevirir. Tədrisdə dizayn düşüncəsi şagirdlərdə bir sıra bacarıqları formalaşdırır. Problem həll etmə bacarığı, tənqidi və yaradıcı təfəkkürü gücləndirir, komanda ilə işləmə sosial bacarıqları artırır, nəticəyə deyil, prosesə yönələn öyrənmə yaradır, real həyatı bacarıqları formalaşdırır və yadda saxlayaq ki, tədrisdə dizayn düşüncəsi şagird mərkəzli tədrisi dəstəkləyir. Dizayn düşüncəsi geniş bir yanaşmadır. Təbii ki, bir çox sahələrdə tətbiq olunur. Tədrisdə dizayn düşüncəsi yalnız fənni tədrisi üçün deyil, həyat üçün bir növ hazırlıqdır. Bu yanaşma şagirdlərdə gələcəyin bacarıqlarını formalaşdırır. Düşünmək, yaratmaq, əməkdaşlıq etmək, qərar vermək, məsuliyyət daşımaq kimi şagirdlərdə həyatı bacarıqları formalaşdırır. Tədrisdə dizayn düşüncəsinin tətbiqi zamanı müəllimin rolu necə olmalıdır? Müəllim nələrə diqqət yetirməlidir? Dərslikdən çox real həyati situasiyalar üzərindən müzakirələr təşkil etməlidir. Sadəcə bilik verən deyil, düşünməyə sövq edən olmalıdır. Fikirləri tənqid etməyən, dəyərləndirən olmalıdır. Şagirdlərə mütləq seçim azadlığı verməlidir. Hər ideyanı inkişaf etdirməyə çalışmalıdır. Şagirdləri düz cavaba yox, yaxşı həll yolu tapmağa istiqamətləndirməlidir, həvəsləndirməlidir. Dizayn düşüncəsinin 5 əsas mərhələsi var. Empatiya qurmaq, problemi müəyyən etmək, ideya yaratmaq, prototip hazırlamaq, sınamaq və dəyərləndirmək. Hər bir mərhələnin əhəmiyyətinə və mahiyyətinə toxunaq. Empatiya yəni şagirdi və onun problemini anlamaqdır. Həmçinin şagirdin qarşı tərəfi anlamasıdır. Yaranan problem qarşısında şagirdlərin düşüncə tərzini, ehtiyaclarını, çətinliklərini başa düşməkdir. Bu zaman müəllim şagirdlərə açıq suallarla müraciət etməlidir. Məsələn, bu problemi necə hiss edirsən? Yəni, şagirdlərin hiss və düşüncələri bizim üçün önəmli olmalıdır. Şagirdlər dinlənilir, onların təcrübələrinə əsaslanır. Yəni, müəllim şagirdləri dinləyir və onların təcrübələrinə əsaslanmalıdır. İkinci mərhələ problemi müəyyən etməkdir. Bu zaman problem müəyyənləşdirilir. Yəni, problem dəqiq şəkildə müəyyənləşdirilir və problemin səbəbi və nəticəsi müzakirə edilir. Üçüncü mərhələ ideya yaratmaq, bir növ yaradıcılıq mərhələsidir. Mümkün qədər daha çox həll yolu tapılır. Yəni, şagirdlər ideyalar irəli sürürlər. Dördüncü mərhələ prototip hazırlamaqdır. Yəni, ideyanın sadə, sınanıla bilən versiyasını hazırlamaqdır. Bir növ artıq bu mərhələdə şagirdlər ideyalarını həyata keçirirlər. Kağız modeli ola bilər, maket ola bilər, poster hazırlaya bilərlər. Yadda saxlayaq ki, bu mərhələdə əsas olan mükəmməl iş deyil, yəni mükəmməllik deyil, əsas olan təcrübədir. Yəni, şagird bu mərhələdə təcrübə əldə edir. Sınamaq və dəyərləndirmək, sonda isə prototipin real şəraitdə işini yoxlayırlar, təkmilləşdirirlər. Yəni, hazırladıqları məhsul işə yaradı mı, daha nəyi dəyişmək lazımdır? Bu mərhələdə həm sınayırlar, eyni zamanda da dəyərləndirirlər. Dizayn düşüncəsinin mərhələlərini situasiya üzərində nəzərdən keçirək. Coğrafiya fənni ilə bağlı belə bir situasiya nəzər yetirək. Məktəbin həyətində ağaclar azdır. Şagirdlər yayda isti havada kölgə tapa bilmir. Bu həm sağlamlıq, həm də ekoloji baxımdan problem yaradır. Empatiya mərhələsində, yəni empatiya qurmaq mərhələsində biz şagirdlərin gözü ilə problemə baxırıq. Yəni problemi şagirdin gözü ilə görməyə çalışırıq. Problemi yalnız fakt kimi deyil, şagirdin hissləri ilə anlamağa çalışırıq. Şagirdin keçirdiyi hisslər, düşüncələr bizim üçün önəmlidir. Müəllim sinifi məktəbin heyətinə apara bilər və bu zaman şagirdlərə açıq suallar ünvanlaya bilər. Məsələn, şagirdlər bu vəziyyətdə hansı hissləri keçirirlər? Səncə bu vəziyyət kimlərə təsir edir? Günəşli havada məktəbin heyətində nə hiss edirsiniz?
kimi açıq suallarla şagirdlərə müraciət edirik. Yaranmış problem qarşısında şagirdlərin keçirdiyi hiss və düşüncələr, qarşılaşdıqları çətinlikləri müəllim anlamağa çalışır. Müəllim şagirdləri anlayır, həmçində şagirdlər yoldaşlarını da anlayır. Yəni şagirdlər də yoldaşlarının bu vəziyyətdə, bu problemdə hansı hiss və düşüncələri keçirdiyini, hansı çətinliklərlə qarşılaşdığını anlaya bilər. Empatiya qurmaq mərhələsi qarşı tərəfi anlamaqdır. Problemə qarşı tərəfin gözü ilə baxmaqdır. Problemin müəyyənləşdirilməsi isə problemi dəqiq şəkildə müəyyən edirik. Məsələn, qeyd elədiyimiz situasiyada problemimiz nədən ibarətdir? Məktəb həyətində kölgə alanı azdır. Bu da şagirdlərin sağlamlığı, rahat fəaliyyəti üçün maneə yaradır təbii ki. Yəni, dəqiq şəkildə problem müəyyənləşdirilir. Daha sonra ideya yaratmaq, yaradıcılıq mərhələsi. Burada artıq şagirdlər problemin həlli üçün müxtəlif ideyalar təklif edirlər. Müəllim beyin həmləsi vasitəsilə şagirdlərin təkliflərini, ideyalarını dinləyə bilər, qəbul edə bilər. Şagirdlər mümkün qədər daha çox ideyalar və təkliflər irəli sürürlər. Məsələn, məktəbin həyətində yerli iqlimə uyğun ağaclar əkilə bilər. Hər şagird bir ağac kampaniyası həyata keçirilə bilər. Təkrar emal edilən materiallardan kölgəlik maketlər hazırlana bilər. Yəni, şagirdlər bu problem qarşısında müxtəlif ideyalar səsləndirirlər. Ümumiyyətlə, bu mərhələdə heç bir ideya səhv deyil. Yəni, şagirdlərin hər birinin ideyasını biz qəbul etməliyik. Nə qədər çox fikir olsa, nə qədər çox ideya olsa, bir o qədər yaxşıdır. Müəllim bütün şagirdlərin ideyalarını dinləməlidir, şərait yaratmalıdır ki, hamı öz fikrini, ideyasını irəli sürsün. Daha sonra prototipin hazırlanması mərhələsi. Bu zaman şagirdlər qruplara bölünür və ideyanın maketini hazırlayırlar. Məsələn, birinci qrup kardondan məktəb həyəti maketi hazırlayır, ağacların yerləşdirilməsini həyata keçirir. İkinci qrup günəş enerjisi ilə işləyən kölgəlik hazırlayır. Üçüncü qrup kampaniya posteri hazırlayır. Dördüncü qrup yaşıl sinif otağı üçün dizayn layihəsi hazırlayır. Yəni, üçüncü mərhələdə ideya irəli sürüldü və dördüncü mərhələdə ideyanın maketi hazırlanır. Yəni, bir növ ideya əsasən prototip hazırlanır. Bu mərhələdə modellər qiymətləndirilmir. Yadda saxlayaq ki, modellərin qiymətləndirilməsi yox, yaranması önəmlidir. Prototip mərhələsində şagirdlər yaradır və sonuncu mərhələ sınamaq və dəyərləndirmək. Sınaq və dəyərləndirmə mərhələsində hazırlanmış prototip, yəni model, layihə, tapşırıq real şəraitdə sınanır. Şagirdlər hazırladıqları prototipləri məktəb rəhbərliyinə, sinif yoldaşlarına, valideynlərə təqdim edir və geri dönüş sualları alırlar. Bu ideya məktəb həyətində praktik olaraq mümkün ola bilərmi? Daha yaxşı işləməsi üçün nə dəyişdirilə bilər? Maliyyə və icra baxımından hansının seçilməsi daha uyğundur və geri dönüşlər əsasında müsbət və mənfi tərəflər analiz edilir. Əgər ehtiyac varsa, geri dönüş əsasında həll təkmilləşdirilir. Lazım olduqda yenidən əvvəlki mərhələlərə qayıdılır. Müəllimin əsas rolu bu mərhələdə şagirdin ideyasını tənqid etmədən obyektiv dəyərləndirmə aparmalıdır. Rəy vermək üçün təhlükəsiz mühit yaratmalıdır. Təkmilləşdirmək üçün yol göstərməlidir, istiqamət verməlidir və geriyə qayıdış, yenidən işləməyi təbii qəbul etməlidir. Yəni, şagird əgər hazırladığı prototip, hazırladığı maket, model uğurlu alınmayıbsa, daha da təkmilləşdirilməsinə ehtiyac varsa, müəllim bunu təbii qarşılamalıdır və şagirdlərə aşılamalıdır ki, səhv öyrənmənin ilk cəhdidir. Dizayn düşüncəsinin tədrisdə məqsədi şagirdlərdə 21-ci əsr bacarıqlarını formalaşdırmaqdır. Şagirdi real problemlərin həllində aktiv iştirakçıya çevirir. Yəni, şagird bilikləri sadəcə əzbərləmir, onları həyata tətbiq etməyi öyrənir. Yaradıcılığı, innovativ düşüncəni inkişaf etdirir. Şagirdlər həll yollarını standart deyil, alternativ və yeni yanaşmalarla qururlar. Empatiyanı formalaşdırır, yəni başqasını anlama bacarığını, problemə yalnız texniki baxmır, insani və sosial tərəfində görür. Komanda işini, əməkdaşlığı öyrənir, sosial bacarıqları şagirdlərdə formalaşdırır, kritik və analitik təfəkkürü inkişaf etdirir, yəni şagirdlər hər ideyanı sorğulayır. Bu işləyəcəkmi? Hansını təkmilləşdirmək lazımdır? Şagirddə məsuliyyət və qərar vermə qabiliyyətini formalaşdırır. Yəni, şagird fikrinə sahib çıxmağı və ona görə seçim etməyi öyrənir.